Hayda, harda qaldın sən? Gəl çıx da day. Hakim efirdəsən, danış da. Nə danışım? Şükatman kutusu var ki məndə. Şükatman kutusu məndə olmalıdır ki, mən qonağımızın adını oradan açıqlaya bilim. Bu səfər özün seç də. Elə şey olar. Verilişi formatı var. Mənə nə deyərlər? Tezcə şükür Allah gəldin çıxdın ha. Bəli tamaşaçılar. Biz bu şükatma Hakim sayəsində... gecikdin. Sənə ayrılan vaxt bitdi. Onunla belə eləyək. Mən sizə söz verirəm ki, bu şükatmanı eləyirəm. Amma bu verilişin axırı. Amma gələn veriliş üçün. Siz sağ, mən salamat. Deyirlər ki, səs varsa titrəyiş var. Titrəyiş varsa hərəkət var. Hərəkət də varsa deməli həyat davam eləyir. Həyat davam eləməyində olsun, biz isə Turalla davam eləyirik. Çox sağ olun. Bayaq da vurguladığım kimi, bizim ilk verilişin tələbə qonağı Mədəniyyət və Sənətkarlıq üzrə Peşə Təhsil Mərkəzinin Səs Operatörü qrupu ixtisasının 2-ci kurs tələbəsi Tural Piriyevdir. Tural, xoş gəlmisən. Çox sağ olun. Xoş gördük. Xoş gəlmisən, ay Tural. Çox sağ olun. Necəsən, keyfin, halın? Şükür Allah, yaxşılıq. Haralardan gəlib çıxmısan buralara? Vallahi nə yalanla danışım. Birinizdə dediniz ki, mik şeirlə ələşəcəksən, səs idarə edəcəksən. Səhərsi gün gəldim, atdınız mənə bura. Bilmirəm necə oldu axırı bu. Atdıq deyənə ki, biz sənə dəvət elədik, sən də dəvətimizi geri... Ona söz yox. Şeylərkən göndərmədin, nə? Yəni, başımla gözümlə bərabər ona söz yox. Sadəcə mik şeirə ələşmək daha xoşdur mənə. Ona görə biraz zarafat söyledim ona. Bir dəfə də mik şeir sonra həmişə var. Yəni, o heç də. Yaxşıdır da, pis ki, studiya da yaxşıdır. Yox, gözəl studiya, ona söz Necə aurası? Məktəbimizin studiyası super, nə deyim. Xoşuna gəldi? Yox, qəşəngdir. Yəni, professional demək olar ki, professionaldır. Yaxşı. Tural, Aha, bəli. bizə səsdən danışayım. Nə olan şeydir bu səs? Səs necə deyərlər, insanda 5 dənə hissiyyat orqanı var. Onlardan biri də qulaqdır. Bildiyimə qədərlə qulağın da eşitməsi üçün əlbəttə ki, səs lazımdır. Bunlar da misal üçün hətta biz bu dəqiqə dialoqa giririk. Bu dəqiqə yəni dialoqa girməyimiz üçün də səs lazımdır. Yəni vacibli səsdir. Filmdə də misal üçün obrazların danışıqlarını bilməsək söhbət nədən gedir bilməliyik. Teatrda da həmçinin, sonra teatrda səs effektləri olmasa sadəcə quru danışıqdan yəni çox şey bilinmir. Yəni adama ləzzət eləmir belə desək. Sonra verilişlərdə yəni necə deyirlər, verilişlərdə xəbərdə söz olmasa, orada məsələn avtomobil qəzası olub, partlayış olub, nə olub, onu biz heç vaxt bilmərik. Yəni belə desək. Yəni Tural, yəni dediklərindən belə nəticə çıxartdıq ki, səs ixtisası, yəni operator ixtisası çox şaxəlidir də. Yəni sizin də bildiyinizlərlə biraz var. Çox budaqlıdır, yəni Maşallah, hə, budaqlı sahədir. Hə, yəni onlardan bizə biraz danış görək. Yəni çox şaxəli nədir səs haqqında? Səs haqqında televiziyada da var. Televiziyada film, veriliş, tamaşa, çox şey var. Sonra teatrda səs effektlərindən istifadə olunur. Sonra studiyalar var. Studiyalarda fonoqram yazılışı var, musiqinin yaradılması var. Çox şey var studiyada da. Radionun özü səslə ilə qurulan bir sahədir. Radio, yəni səssiz heç nədir. Yəni bir çox sahə var. Sadəcə mənim saydıqlarım bəlkə də azdır. Ona çox misal göstərmək. Yəni kifayət qədər bəsdir bizə bu qədər. Yəni məncə də bəs eləyər. Məncə də bəsdir. Çünki çox saydı. 5-6 dənə oldu yoxsa? Məncə də var. Məncə də saymadıqlarım da var. Çoxdur. Saymadıqlarım çoxdur. Yadımdan çıxanlar da var hətta. Belə desək. DJ-lik sahəsidir, o da yəni O da əlbəttə ki, səs hətta yadımdan çıxmış necə deyək. Nə yalandan danışır. Yaxşı Tural, bəs sən özü bu saydıqlarımın içində daha çox hansında görürsən? Filmdə olmağı çox istəyirəm, filmdə işləməyi. Filmdə çünki necə deyirlər, fərqli məkanlar, fərqli insanlar, fərqli texnikalarla işləyirsən, fərqli insanlar görürsən, fərqli auralı insanlar və istər-istəməz sənin bir müddətdən sonra dünya görüşün artır. Yəni dünya görünüşünü artırmaq üçün Bəli, daha çox istəyərdim. mən hətta deyərdim ki, filmin özünə baxmaq bir dünya görüşünü artırmaq Düzdür, ona üçün söz köməkdir. Bəli. Yəni elə bir ki, yaxşı səs operatorsansa, əgər hətta ölkələrə də gedirsən, ölkələrə getdikdə yəni hamısı film şirkət tərəfindən qarşılanır. Yəni nə qədər yaxşı olsa bir o qədər qabağa gedəsən. Yəni bir baxmada, hə, çalışın ki, yaxşı olur ki, yaxşı qabağa gedək. Deyəmsə elə mən də. Yox, inşallah çalışdıqca, vuruşduqca, əlləşdikcə İnşallah hamısın, inşallah yaxşı olar. Tural, istəyərdim ki, bizim
peşənin emalatxanasında çəkdiyimiz sujeti, sənin mikşerlə işlədiyin sujeti tamaşaçılara da göstərək, onlar da görsünlər, onlar da baxsınlar. Onlara da xoş olar. Cihazlar qutusunda ən birinci bizi səs gücləndiricini yandırırıq ki, uca danışanlara güc getdiyindən əmin olaq. Və buraya gəldiyimiz zaman isə ən birinci faderlərin aşağıda olduğundan əmin olduqdan sonra isə mikşerimizi yandırırıq. Mikşerin köməyi ilə səs mənbələrini tənzimləyib və fərqli yerlərə göndərə bilərik. Bunlardan bəziləri isə misal üçün video yazı avadanlıqlarına göndərə bilərik, kameralara, kompüterlərə göndərə bilərik və qulaqlıqlara göndərə bilərik və s. başqa yerlərə göndərə bilərik. Yazı üçün ən əsas faderi birinci qaldırmalıyıq. Mikşerin köməyi ilə misal üçün səsi daha da uca eləyə bilərik, yəni uca danışanları ötürüb səsi gur eləyə bilərik. Sonra burada isə mikşerə biz mikrofonlar qoşa bilərik və mikşerin köməyi ilə fonoqramı səhnəyə ötürə bilərik. Səsi səhnəyə göndərməyimiz üçün isə ən birinciliklə həmən kanalın AUX-unu açırıq və AUX-un köməyi ilə səsi yuxarı veririk və səsimiz artıq zaldadır. Mən nümunə üçün bir dənə mikrofon qoşmuşam. Bunun qəbul edicisini mən bura qoşmuşam və hazır eləmişəm və sadəcə sizə buradan göstərəcəm ki, biz bunun səsini necə ölçürük. Buradan PFL-in öncəliklə PFL-i yandırırıq ki, bizə köməkçi olsun ki, səsimiz nə qədərdir və ondan sonra isə ən birinci baxırıq göstəriciləri. Göstəricilərdə köməyi ilə biz daha çox səsin səviyyəsini ölçürük. Ondan sonra isə keçirik geyinə. Geyinin sayəsində isə biz səsin səviyyəsini tənzimləyirik. 1, 2, 3, 4, 5. Arada bir müsbət 6-ya toxunuşlar etməsi bizə kafi edir. Yəni sadəcə 6-da qalmağı yox. Fonoqramda isə daha çox bizə lazımdır 0-a qədər arada bir dəyməyə bəs eləyəcək. Hə, Tural, sujetə də baxdıq. Çox qəşəng idi. Bəli, əl işin Təşəkkür edirəm. maşallah söz ola bilməz, hər şeydən Yəni başlanır. mən sessizliyinizə görə çox samira təşəkkür edirəm, amma mikşerdə əyləşsəydi mənə daha səmimi olardı. Yenə də çox sağ olun. İnşallah gələn verilmişdir. İnşallah Allah kərimdir. Tural, həqiqətən sənin əl işini çox bəyəndim. Çox Həqiqətən. təşəkkür edirəm. Yəni bu işin ustası deyil də. Ya hələ Belə onu yəni deməyək, ki, bizim qrupda elə uşaqlar var ki, məndən mən bildiyim Yox da 25 indi 10 qatını özümüz bilirlər. arasında deyirik ki, yəni bu işin ustası. Yəni İşində yenə çox sağ olun, məsuliyyət. Təşəkkür edirəm. Məsuliyyət. Yox, həqiqətən üstündədir. işində Çox çox sağ olun, təşəkkür məsuliyyətdir. edirəm. Maşallah bizim uşaqların hamısı Maşallah səsdə. əjdahadılar. Söz ola bilməz. Maşallah. İstəyirəm hal-hazırda sən bir gələcəyin səs operatoru, səs rejissoru kimi səndən bir sual soruşum ki, sən deyə bilərsən ki, yaxşı səs nədir? Yəni sənin fikrincə nədir? Mənim fikrimcə, yəni necə deyirlər, bizə öyrədilən, yəni burada hətta iş yerlərində falan öyrədiləcək məncə belə bir şey ola bilər ki, yaxşı səs, yəni keyfiyyətli səs deməkdir. Ən birincisi, ən vaciblisi və texnikanın yaxşı olmağıdır. Sonra necə deyim sizə, yaxşı səs operatoru olmalısınız ki, o necə deyirlər, səs keyfiyyətli alınsın. Səsi keyfiyyətli yazmağımızsın da, əlbəttə ki, ən birinci. Və ondan sonra ən birincisi sonra məkandan məkana səsi düzgün yazmaq. Məsəl üçün studiyadayıqsa, studiyaya aid akustikanı yaradıb səsi yazmaq lazımdır. Sonra açıq havadayıqsa o cürünə. Yəni fərqli məkanlara görə fərqli çəkilişlər etməyimiz daha yaxşıdır. Yəni səsin təmiz və səlis yazılması üçün və keyfiyyətli yazılması üçün məncə. Yəni Amma mənim bildiyim qədərilə sən bunların hamısını bacarırsan. yox, o qədər də deməyək, belə özümə görə Yəni danışdığına görə öyrənmə bacarıqlısan da, yəni bu işi bilirsən. Hə, onda bax Tural, belə bir sual verim ki sənə. Sən bizə bu səs işində lifehack göstərə bilərsən? Lifehack belə bir şey deyə bilərəm ki, məsəl üçün deyirəm ki, hansısa bir səsi yazmışıq və onu Cubase proqramında montaj eləyirik. Montaj zamanı səhvən bir blok hissəni götürdük, səhvən bilmədən yəni götürdük və biz onu özümüz geri qaytarmağa çalışsaq, biz robot olmadığımıza görə onu millə-mil qaytara bilmirik də. Ona görə həmən səhvən götürdüyümüz blok hissəni bir kənara qoyuruq
və kompüterin sayəsində Ctrl-Z düyməsinə basırıq və elə bir ki, həmin hissə geri qaytarır özü. Bu da oldu life hack. Live göstərdi live. Neyim qardaş, ağlıma bu dəqiqə bu gəldi, nə qarıb. Yo, pis deyil, yaxşı idi. Amma məncə işlədikcə daha çox life hacklarla üzləşirsən də. Yəni qabağıma çıxır, rastıma çıxır, onu da gərək yadında saxlayasan ki. Hədə çoxsun gərək yadında saxlayasan da. Hədə. İşlədikcə demişkən, sən mənə maraqlıdır ki, bu vaxtdaycan bu sahədə, media sahəsində ümumiyyətcə hansı proyektlərdə olmusan, hansı layihələrdə yer almısan? Necə deyə, bəzi verilişlərdə, bəzi reklamlarda o iştirak etmişəm. Düzdür, birincisində RR Production'da production assistenti kimi başlamışam. Ondan sonra mənim marağım da necə desələr kameramanlığa və daha çox rejissorluğa idi. Sinifdə çəkəndə hiss eləmişdiniz. Şəkildə zətdə. Ola bilər. Mən qaçırdım səsdən, necə deyim, biraz məsuliyyətli iş olduğuna görə biraz qorxurdum. Nə yalan danışım. Elə oldu ki, sonra orada işləyə peşə təhsil mərkəzinə gəldim. Bizim mədəniyyət və sənətkarlıq üzrə peşə təhsil mərkəzinə. Sonra da bizim peşə məktəbinə qeydiyyatdan yazıldım. Məsəl üçün, reklam çəkilişlərində də olmamısan? Reklam çəkilişlərində belə də az olmuşam, çox olmamışam, daha çox verilişlərdə olmuşam. Yəni marağın ona olub da? Verilişə yox, daha çox reklama və filmə. Çünki o daha çox fərqli yerlər görürsən axı. Studiya elədi ki, sadəcə burada əyləşdirik, yəni bir-iki adam dəyişdirib, eyni adamları görsən sadəcə. O birlərdə dünyanı gəzirsən. Hədə bir baxma elə olur. Daha yaxşı olurdu insan üçün. Mən belə görürəm ki, sən macərapərəstsən. Dünyanı gəzməyə meyillidir də. Gəzmək xoşdur. Forrest Gump. Ancaq macəra görürsən. Yaxşıdır da, həmişə o vaxtı mən film sayəsində istəyərdim rejissor olum, amma belə öz xəyalım o idi ki, necə deyim, o gülmüyüm, belə gülməlidir. Yəni yekə maşınlar, tır şoferliyi falan daha çox sevirdim, necə deyərlər. O altında yazılar olur, elifim noktalandı zaten. Yox, daha çox necə müasir tırları sevirdim. Daha sonra necə oldu, production assistenti kimi başladım. Mən orada rejissorumuz sağ olsun səsə yönləndirirdi, ancaq mən qaçırdım. Necə deyirlər, məsuliyyətli işdir də. Operator elədir ki, 3 dənə, 4 dənə, 5 dənə operator olur. Sənin kamera yandığında digər operator qardaşlar sağ olsunlar, sənə necə deyirlər, yola verirlər. Məsuliyyət daşıyır da, yəni məsuliyyətsiz iş yoxdur ki. Səs daha biraz məsuliyyətlidir, daha istərsən. Səsdə belədir ki, sən təksən, səsi tək yazırsan. Amma kamera, amma məsəl üçün 5 dənə kamera varsa, bir-birlərini ötürə bilirlər. Yəni ona görə biraz həmişə qaçırdım. Sağ olsun, mənim müəllimlərim bura yönləndirdilər, productiondakı müəllimlərim. Ondan sonra burada ustamız da sağ olsun, bu işin necə belə asan da olduğunu, yaxşı olduğunu sevdirdi mənə. Ondan sonra da qorxum olmadı. Hətta burada öyrəndikdən sonra belə səsdən çalışıram, altı bazar olduqda gedim işləyim, yəni səs sahəsi üzrə şey olsun, biraz bildiyimizsə biraz da gəlsin də, belə deyək. Yəni sən bu işi maraqla öyrənirsən də, belə baxanda. Xoşum gəlir. Kameramanlığı götürmürəm. Səs istəyirsən. Kameramanlıqdan öncə soyumuşam. Yəni ki, bu işin içinə doğru irəlilədikcə görürsən ki, sevimli sahədir. Çox, çünki dediyimiz kimi şaqələri çoxdur, ona görə adam istər-istəməz sevir biraz. Həm də məsuliyyəti də çox. Məsuliyyətli işdir, düzdür, əlbəttə ki. Yəni düzdür, hal-hazırda mən əyləşməmişəm Mikşerdə, 2 ilə qrup yoldaşım sağ olsunlar. Bu dəqiqə əjdaha kimi işləyirlər. Onlardan biri Lamandır, biri Hakimdir. Sən əvəz edib. Yəni əvəz edib demək olmaz, daha çox onlar da mən kimi bilirlər, hətta yaxşı da bilərlər. Yaxşıdırlar, maşallah. Bu kişiyə heç kim əvəz eləyəm. Yox, hələ deməyək, əstəğfurullah. Bəlkə də məndən yaxşı bilirlər, niyə yalandan uşaqların haqqını yeyək. Yox, zarafat deyirəm. Yox da indi bu gün bura dəvət olunmusan deyə, bu gün onlar oturublar da Mikşerdə. Uşaqların hamısı maşallah. Əjdahalar, ona söz yox. Yəni tez görüb götürəndilər də. Hətta bu dəqiqə muskullarını göstərirlər ki, biz belə yaxşı işləyirik. Onsuz qoyulmayacaq, o da qoyulmayacaq. O qoyasızlar olardı amma. Çox gözəl. Sənin səs barəsində müsbət fikirlərin mənim çox xoşuma gəldi. Çox sağ olun, təşəkkür edirəm. Söhbətimiz də çox xoş alındı. Çox sağ ol, xoş söhbətə görə. Qəşəng vaxtımız keçdi, yəni. Çox sağ ol, təşəkkür edirəm. Bu verilişdə belə. Gördüyünüz kimi bugünkü qonağımız səs aparatı ixtisasının
ikinci kurs tələbəsi Tural Çox. Priyev idi. Onun sənətində uğurlar arzulayırıq. Siz isə izləmədə qalın. Çünki püşk atmamız olacaq. Sağ olun, salamat. Sağ olun. Hələ buradasınız, püşkatmanı gözləyirsiniz. Hələ mən də gözləyirəm. Gəlin birlikdə baxaq görək bizim gələn verilişin qonağı kim olacaq? Ya Allah. Vərəqdən çıxana da isə gələn veriliş açıqlayacağam. Sizdən isə təxminlərinizi gözləyirəm. This is not a Christmas. This is not a Christmas song. This is not a Christmas. This is not a Christmas song. The Christmas tree's on fire. Santa's holding the lighter. My parents are both liars. I got gifts but one subscribers. Thanks for the candy basket. Oh God, another jacket. My stocking's filled with acid. Am I dreaming? What just happened?